Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Yenə də Doğma kanalımızda tam səmimi saat 12-dən 2-yə qədər canlı efirdə işinə başladı. Bugün də qonaqlı qaralıyıq. Mən tamaşaçılarımızı çox belə intizarda saxlayıb, ay birazdan falan kəs olacaq, ay birazdan falan kəs olmayacaq demirəm. İndidən deyirəm ki, əlinizdə işimiz, gücümüz varsa, xüsusilə aşıq sənətinə önəm, dəyər verən izləyicilərimiz ekrana daha yaxın əyləşin. Bugün Telli Borçalı gəlir, Aşıq Ramin gəlir, Aşıq Şahin gəlir və bədii qiraətçi, o da efirimizdə ilk dəfədir, Ulduz xan olacaqlar. Birazdan sonra təbii ki, evimizdə, eşiyimizdə olacaqlar. Bu arada xatırladıram ki, əziz tamaşaçılarımız Milan VIP Hospitalın, Agromal Özbəkistan məhsullarının, Cərrah Mama Ginekoloq Yeganə xanım Əliyevanın və əlbəttə Doktor Seyfəddin Klinikasının sponsorluqları ilə bizi 2 saat ərzində canlı-canlı izləyirsiniz. Nömrələrimizi qurban zəhmət olmasa təqdim elə efirimizin birbaşa nömrəsini, birbaşa izləyicilərimiz bizimlə əlaqə saxlamaq üçün aşağıdakı telefon nömrələri ilə proqramımıza zəng vursunlar. Yaqub, qonaqlarımızın hamısı hazırdır? Hə, hazırdırsa onda belə eləyək. Kimi dəvət eləyək birinci? Kimi dəvət eləyək? Kimi dəvət eləyək? Onda elə birinci... Hə? Acığına, Qurban. Qurban bugün o qədər işə gücə salmışam ki. Qurban, belə eləyək, Telli xanım Borçalı ilə başlayaq efirimizi, onun gözəl ifası ilə. İndi bilmirəm, artıq Telli xanım hansı ifa olacaq bilmirəm. İfası ilə Telli Borçalı gəlsin, gəl əzizim. Səni yaparım ay hürülü qız. Daha məndə can qalmadı ay
Sabahın xeyir olsun Telli xanım. Necəsən? Nə var, nə yox? Sazlar qarışıb bir-birinə. Yaxın qoymurlar. Mikrofon da burada, gəl. Burada otururuq da Hələlik. Salam əleyküm, sabahlarınız xeyir olsun, əziz, gözəl tamaşaçılarımız. Bizə baxan insanlar, gözləriniz var olsun. Bura super olacaq. Bu verilişi qaçırsanız, elə bil, banka 100 min pul qovsunuz, amma çekini götürməmişsiniz. Mən bütün operatorlarımızı da salamlayıram və sizə təşəkkür edirəm Samir. Belə gözəl gəldim, gördüm ki, bu stolun üstünə nələr düzmüsən sən. Sənin şərəfinə bugün plov dəmlənib. İnşallah Allah qoysa, qəşəng bir samavar çayı, hələ samavar çayı da var. Allah qoysa, burada bir dənə qırğın olacaqdı. Aşıqları bura çağırmışam ki, onları bax, deyişəcəm onlarla. Onları bağlayıb sazların dəlindən alacam. Nətəridir? Əladır, əla. Telli xanım, xoş gəldin. Səni gördüm. Mənim illərimin dostusan. Çox istədiyim bir xanımsan. Və xalqımız tərəfindən doğrudan da qəbullanmış bir gözəl ifaçısan, gözəl sənətkarsan. Allah səni var eləsin. Çox istəyirəm səni. Bugün bəli, əziz tamaşaçılarımız sazdır, sözdür, deməli, gülməli. Bugün biraz da nəsə olacaq, amma sizdən yox. Bir nəfərin zövqün yoxlayacaq. Ay, inşallah. Həqiqətən bir nəfərin zövqün yoxlayacaq. İndi baxım görüm kim olacaq o bir nəfər. İnşallah. Ramin də gəlibdi. Bizim aşığımız, Aşıq Ramin Qarayev. Sazı ilə, sözü ilə buradadır. Ramin də ifası ilə gəlsin qurban. Gəl görək, gəl görək. Qurbana da dedik, başqa mahnı ver öz aləmində də. Nə istəyib onu veribdir. Səni görüb ağlı başından çıxıb. Gəl, Ramin, buyur, xoş gəldin.
Təşəkkür edirik. Ramin, xoş gəldin. Buyur, əyləş. Sabahın xeyir olsun. Mikrofon barda üstündə. Bəli, çox sağ olun. Necəsən, nə var, nə yox? Çox gözəl. Aşıq adam necə olar telli demiş. Saz kimi. Hə, sazları yığmışıq bura. Bir dənə get. Onu da sən qoy bura. Dəyişik salmazsın sazı. Yox, Şahin də qoyub sazını. Mən də getdim, verim, çıxım, gedim də telli. Neyniyək də biz? Ay maşallah olsun. Elə madam danışırıq. Qurban. Növbəti aşığımızı dəvət eləyək. O da mənim dostumdur. Həm də çox gözəl saz ifaçısıdır. Əsil aşıqdır. Əsil aşıqdır. Maşallah olsun. Deməli. Yanıq isi gəlir. Yanıq isi gəlir. Qazanı yandırıblar. Sazda. Yox, yandırmayıblar. Deməli, gəlir mikrofonumu Sardar Telli xanım. İfası ilə onu dəvət eləyək. Kim gəlir? Saz da lazımdır. Ay qardaş, sazını burada qoyub getmirsən. Nə qayraq? Telli xanım. Görürsən də sən nə çox istəyir. Emil, bunun zəhmət olmasa, görürsən sazını qoyub gedib. Pul olsa qoyub getməzlər. Deməli, dəvət eləyirik Qurban. Hələ birazdan bir qiraətçi qonağımızda olacaq. Aşımızın-daki qoxusu Teymurun əllərinə sağlıq. Qədim Qazax restoranından gəlib bu aşımız. Valla, sənin şərəfə deyir, tellaş yiyəndir. Hər qonağa gəlmir bu. Bax, o Teymur. Səhər tezdən saat. Ondan buradadır sənə görə. And ol Allaha. Valla Telli xanım. Ay, çox sağ olsun, təşəkkür edirəm. Ay, yanında bir küştünə də xəngəl qoy. Aşla gedir xəngəl. Niyə getmir, nə olacaq ki, bunu düşünmədim. İkisi də bu 32 dişin altından keçir, nə fərqi var ki. Pulova xəngəl qatanda əla olur, qardaş. Gərək qoyardım bir adası 20 dənə. Telli çox tərifləyir Teymur, deyir, dəhşət bir aşdır. Doğrudan. Valla, indi Şahini dəvət eləyək ifası ilə, sonra plovumuzun dadına baxacaq. Gəl ay Şahin. Qədim Qazax. Buludlar
Ay maşallah. Şahin xoş gəldin. Sabahın xeyir olsun. Sən də gəl burada əyləş. Orada əyləşməyə gəl bura Şahin. Gəl bura. Tilli xanım durun gəlin bura. Hə, Şahin gəl. Hə, qurban ayrılacaq, narahat olma. Tilli xanım gəl. Hə, gəlin çayınız hazırdır, yeməğiniz hazırdır. Orada nə oturmusunuz? Gəl. Tilli sən gəl bura. De bura gəzər, bura. Hə, Ramin də otursun elə Şahin qardaşının yanında. Mikrofonlarımız da burada. Qardaş, bura biri saz məktəbi açacağım ya axırda. Deyən bir söz deyim, ən bahalı saz burada kimindir? Tellinimdir, Elə Ramində də sədəflidir. Yox, mənki uduzdur qardaş. Telli xanımın sazdan bahalısı. Oradan. Bəli. Niyə görə? Nəyinə görə də o bahalı? Sədəfləri çox bahadır. Çünki Telli xanımındır. Ona görə. Özü bahalıdır. Özü də ay sağ ol. Ay sağ ol. Bəli. Əla sözdür. Bax, görsən, aşığın o hazır cavablığı buradadır. Xoş gəlmişsiniz. Bugün çox sevindim. Həqiqətən bir qonağımız da var. Bədii qiraətçidir. Düzdür, mən ilk dəfədir qardaşla Tilli xanım. Bəli, Ulduzxan. Ulduzxan rastlaşır. Çox yaxşı toylar aparır. Güclü onun hafizəsi var. Yaxşı, belə deyim də ki, yükü var. Yəni, dəyişmək üçün yaxşı adamdır. Ona görə demişəm ki, burada otur, səni imtihana çəkəcəm. Tamam, gəlsin, gəl otur. Ulduzxan, siz də gəlin, xoş gəlmişsiniz. Ulduzxan Borçalı. Bugün hamı Borçalıdandır. Deməli, bir Borçalı, iki Borçalı. Rami, sən də Borçalıdansan. Harası Borçalıdan? Təkəli kəndimdən. Təkəli? Qasımlı. Bəli. Ağamətli. Ağamətli. Biz elə bax, üçümüz də sağ əyəliyiz. Eyni, elə bir keçəydi. Birinci Ramingilin kəndidir. Sonra Ağamətlidir. Marnaolundur da mı da? Bəli, Marnaolundur. Sizdə də Marnaoldu da? Qonşu kəndlər yerə. Olmuşam. Yaman körəsiniz ay Qazaxlılar, özün qərib sayma. Qazax da bizimdir. Elə Borçalıya da bizim rayondan keçib gedirlər. Yox, mən elə keçmirim, mən Somalyotla gedirəm, buradan keçmirim. Əvvəllər elə idi. İndi Ulsan, xoş gəldin. Təşəkkür edirəm Sami qardaşım. Necəsiniz, nə var, nə yox? Bəli, çox sağ olun. Çox sağ olun ki, belə dəyərli qonaqlarla məni də dəvət eləmisiniz. İlk efirində, hə? Ulsan, olmuşsan efirlərdə yoxsa Yox, ilkdir? olmuşuq MTV-də. Hə, başqa kanallarda olmuşsunuz. İndi bu günlərim çox sağ olun ki, elə gözəl sənətkarlarla, usta sənətkarlarla elə məni də bərabər dəvət eləmisiniz. Efir qarşısında əyləşən tamaşaçılarımızı da salamlayıram. Hər kəsin sabahları xeyirli olsun. Yəqin ki, inşallah bu gün gözəl bir şeir görüş mən olacaq. deyirəm də. Əlbəttə şeirlə Hə, bir şeir demə tez reklamlara ayıraq, çox reklamların vaxtıdır. Birini deyil. Sabahlarım səndən açılır, qız sabahın xeyir olsun. Duxun varsa de mən də. Səhər-səhər elə biraz naz, naz sabahın xeyir olsun. Dünya fani ömür yalan, eşqsiz könül olsun talan. Ürəyimdə alovlanan köz, köz sabahın xeyir olsun. Heç bilmirəm bu nə işdir. Ömrüm mahuzarla keçdi. Akif Səməd də demişdi, döz sabahın xeyir olsun. Qız sabahın xeyir olsun. Sabahlarınız xeyir olsun, əziz tamaşaçılar. Doğrudan da əsl elə masamıza uyğun. Demək, əziz tamaşaçılarımız, hal-hazırda bizim reklamların vaxtıdır. Xatırladıram ki, Milan VIP Hospitalın, Agromal Özbəkistan məhsullarının Dr. Seyfəddin Klinikasının və Cərrah Mama Ginekoloq Yeganə Əliyevanın sponsorluqları ilə siz bizi canlı-canlı izləyirsiniz. Kanalı heç bir yerə dəyişməyin. Burada nələr olacaq, yəni bilin ha. Səhərdən dedi Samir, deyirəm, səhər-səhər ac qarnına, xəngəl başına dolanım. Alıb ələ bax, çəngəl yava, xəngəl başına dolanım. Doğranırsan para-para, bulaşırsan qurutlara, bir ay oruçduqdan sonra xəngəl başına dolanım. Xəngəl başına dolanım. Reklamlara ayrılırıq, davam eləyəcəyik tamaşaçılarımız. Davam edirik tamaşaçılar. Aha, Telli, aşımız gəlib, nətər eləyək? Necə istəyirsən, Emin, bir aşımızı göstərək. Hə? Emin, bir dənə baxayım. Bax, bu aşımız qədim Qazax restoranından gəlibdir. Doğrudan da çox gözəl. Təşəkkür edirəm, Teymur aşpazdır. Bu aş mənə görə gəlməyib, ha. Samir, həqiqətən. Telli xanıma görə gəlib. Onu da deyim ki, qədim Qazax restoran o qədər sveji hər şey, təzə, özdə hamısı Qazaxdan gəlir. Bəli. İndi mənim Gözəl insanlar, ora yaxın olanlar, bütün dostlar, gəlin qədim
qazağa, Sağ olsunlar. xramuli, ay Allah, necə gözəl yeməklər var. Şəxsən mən orada yeməkləri yemişəm, heç elə doymamışam da. Yenə İndi doyarsan. İnşallah. Düz mənim o qabiliyyətim yoxdur. Şəfa xanım, kömək eləyin, bu aşımızı qoyaq da süfrəyə. Amma deyir o görünən dağa nə bələdçi baxın da. Əla pulovdur, əla. Olsun qədim qazağa. Təşəkkürlər. Telli xanım, niyə bugün aşıqlarımız gündəmdə çox aşıqlarımız yoxdur? Məsəl üçün bu camiyyədə aşıq deyiriksə, hə? Keçəcək şivaya, qurban tələsmə bircə dəqiqə əzizim. Bu camiyyədə məsəl üçün aşıq deyiriksə, iki mən qarışıq bütün televiziyalarımızda, aşıq deyiriksə, eyni aşıqlar. Məsələn, mən o günlər Şahinin övladının toyunda aşıqları gördüm. Həqiqətən gülməyəm, deyirəm, ay Allah, aşıqlardan burada bir ordu var. Bunlar hardan çıxıblar? Bunlar hardadılar? Bunlar həqiqətən kimdirlər? Bəlkə də sənətləri gözəldir. Amma içində ustad sənətkarlar da var ki, məsəl üçün, xalqımız onu tanımır. Yəni, etiraf eləyək də, bugün aşıq deyiriksə, bax, aşıq Fəzaildir, aşıq Tellidir, populyarlar deyirəm də, aşıq Namiqdir, aşıq Mübarizdir, aşıq Zülfiyədir, aşıq Kəmalədir. Kim? Gülarə. Məsələn, Gülarə xanım da baxmayaraq ki, ölkəmizin əməkdar incəsənət xadimi, məsələn, o qədər tanınmır belə. Solmaz Kösayeva. Solmaz Kösayevadır. Yəni, barmaqla aşağısı, yuxarısı 10-11 aşıqdır da. Mübariz. İçlərində elələr var ki, məsələn, aşıq deyirlər, instrumentalistdirlər, amma məsələn, Mübarizdir, Akşindir, var da, Namiq də instrumentalisti. Saz ifaçısıdır. Saz ifaçısıdır. Əlbəttə da. Hə, məsəl üçün 5-6 aşıq var ki, məsələn, bunlar da üzdə olanlar. Niyə tanınmırlar? Əgər bunların bu cür gözə, məsələn, Raminin sənəti göz qabağında, Şahinin sənəti göz qabağında. Niyəsini deyim də, yaxşı mövzuya toxundun, Samir. Deyirlər ki, niyə tanınmırlar? Doğrudan o qədər gözəl istedadda aşıqlar var. Çünki günah kimdədir? Səndədir. Televiziyalarda, yox, özlərində də olmalıdır. Bax, dayan bir dəqiqə. Axı, özləri bilmir. Sən dəvət etməlisən. Məsəl üçün, məni dəvət etmişsən, deyirəm ki, Samir, sağ ol, canın sağ olsun. Deyirəm, bax, Şahin var, Ramin var, filan kəs var da, məsələn. Allah üçün demişsən. Bəli, hə. Mən ümumiyyətlə, bütün kanallarda demişəm, Samir, Bəli, Allah and olsun. Yəni, nə olar ki, o deyirlər tanımırlar, qardaş, çağır tanınsın da, bu çağırmırsansa da, hardan tanı? Görsən, indi deyirsən, Şahinin oğlunun sünətində, mən şoka düşdüm ki, bu qədər aşıq hardadır, harda yerləşib, harda bunlar yiyirlər içilir. Yəni, bilirsən, o qədər gözəl aşıqlarımız var. Vallahi, adlarını da çəkə bilərəm. O Nəcəf var, aşıq, sonra Sahil var, bəli, Sahil var, Əli var, bəli, Zeynəl Əbdinov. Yəni, çox bizim gözəl aşıqlarımız var, yəni ki, efirlərə çıxmırlar. Amma o qədər istedadlıdırlar, o qədər gözəl səsləri var. Valla, 2 dənə saz ifa eləyən gəlir, deyir ki, mən aşığam. O, məsəl üçün, gedir o kanala, bu kanala, neynir, eləsi də var, Samir. Həddindən çox utancaqdır. Məsələn, mən Raminin başqa bir kanallarda da demişəm, hamısında demişəm ki, sənətinə Aşıq Camiyəsində... Söhbət Ramindən gedir. Bəli, Aşıq Camiyəsində... Heç bir aşıq, mən deyirəm da, yəni Ramin qədər, indi bəlkə də var, mən onu görməmişəm, amma Ramin qədər yükü, dastanların hamısını bilən, təcnisləri, dodaq dəyməz təcnisi, nə bilim, Bəhmənli, Zarıncı, Mansırı, Osmanlı divanisi, Yarpağı havası, yəni ki, elə havalar var, klassika. Yəni, bilirsən, Samir, nətəridir? O sərbəti qoruyanlardan. Bir var ki, məsəl üçün, bir aşıq, məsələn, baş sartel, orta sartel, məsəl üçün, Naxçıvanı, bunu hamı. Amma o, orada yatan klassik havalarımız var, ha? O aşıqların, yəni ki, Ramin onların hər birisini, o vaxtları Allah rəhmət eləsin, Ədalət Nəsibova jüridə oturmuşdular. Ramin də orada müsabiqədə idi. Yəni, orada çəkirdilər, nə düşürdü, onu çalıb oxumalıydılar. Axırda Ədalət Nəsibov dedi ki, abala, sən bir bilmədiyin hava varmı ki, biz onu yazaq ora qoyaq, sən onu bilməyəsən? Yox, bilirsiniz nə deyirəm, Tillə xanım? Bilmək olar, məsələn, lazımdır bugün o. Nə?
Bəli, bəli. lazımdır. Bax, sənətimizi yaşatmaq Məsələn, üçün niyə telli borçalı lazımdır. ayda 20 min manat, məsəl üçün 30 min manat pul qazanır, məsəl üçün 15 dənə hava bilir, siz də ümumiyyətlə hamısını bilirsiniz. Amma Ramin bax, bütün bu külliyyatı bilir Bəli. və yaxud Şahin bu külliyyatı Bəli. bilir, amma o pulu qazana bilmirlər. Bax, Onda qazanır. lazımdır bizə İndi onu bir dəqiqə. bilmək. Bax, hər şey pul demək deyil Samir. Düzdür, çox şey pul deməkdir, amma hər şey də pul demək deyil. Amma yaxşı Ramin bilməsin, o birisi bilməsin. Bəs bizim bu sənəti gələcəyə kim miras qoymalıdır? Kim onda desinlər ki, muğam nəyə lazımdır? Onlar da biraz nə bilim belə üzdə olan mahnıları oxusunlar, görsən, muğamı yaşadırlar. Özlərindən sonra məsələn deyirlər filan kəs gəlib, filan kəs gözəl muğam ifaçılarımız var. Ramin də o cümlədən Xəzər Universitetində müəllimdir. Hal-hazırda. Yaxşı, bəli, hal-hazırda yaxşı tələbələri var. Yəni mən bunu böyük hərflərlə yazıram, altından da qol çəkirəm ki, Ramin qədər bilikli, mükəmməl, sənətinin fədaisi yoxdur, var. Amma o ki var ha, məsəl üçün o klassik havalar var ha, Raminin özü də bilir, bütün aşıqlar da bilir, Şahin də bilir, məni tanıyanların hər kəs bilir ki, mən klassik havaları yaxşı mənada sökürəm. Amma Samir, Bəli. bir də var zəmanənin nəbzini tutmaq. Bir də ki, o publikanı mənə ver. Yox da o publika. Bəzən deyirlər, niyə aşıqlarımız dastan danışmır? Qardaş, sən o publikanı mənə ver, dastana qulaq asanı. Məni oğlumun toyuna çağırıbsan, yarım saat danışmışam, pulumu alıram, düzdür. Adi bir dənə baş sartel o qədər gözəl havadır ki, onun ikicə səhtirini oxuyan kimi biri oradan gəlir, qurban olun biraz oynaq hava. Məsələn, keçirsən, Ceyranım, ay Ceyranım, ritmik mahnılar. Çünki insanlarda bilmirsən, hövsələ qalmayıb, onu istəmirlər. Amma bu sənəti yaşatmaq üçün o da lazımdır. O demək elə, Ramin də maşallah müəllimdir, oradan da qazanır, tələbələri də var, toylara da maşallah öz ətrafı var, gedir. O demək deyil ki, Ramin toylara getmir, qazanmır. Maşallah hər şey. Məsələn, Şahinin özü o qədər istedadlı. Mən Şahin cavan olmağına baxmayaraq, dəhşətli dərəcə klassik havalarını çalır. Mən birinci dəfə Şahini görəndə, bax sən nətər dedi ki, Telli, o nə yaxşı aşıqdır. Mən özüm şokdaydım. Ondan sonra başqa kanallara da sağ olsunlar. Bütün hər birisini salamlayıram. Mən dedim, sözümü yerə salmadılar. Dedilər, Telli, sən pis şeyi heç vaxt dəvət etməzsən da, pis insanı. 70-likdə çıxmışlar, razı YouTube'da da qalıblar. dueti biz əməlli başlı izləmə olub. Şahinlə sizin Bəli. Hətta onu paylaşıblar, nə qədər belə şeylər. İzləməsi 9 milyon idi, nə Hə, bilirsən, Samir, çağırmaq lazımdır o yaxşı aşıqları da ki, yəni yaxşı səsləri olanlar, onlar da tanınsınlar. Təkcə o demək deyil ki, elə yox, mən burada mənim Bağdadda da kör xəlfə. Vallahi elə gözəl aşıqlar. Dastan danışdılar. Dastana kim qulaq asır Samir? Çünki o publika yoxdur, amma sırf aşıqlıq sənətindən danışanda qardaş, gəlin danışaq. Bütün mahnılar, klassikanı oxuyaq, dastanları danışaq, kim nə qədər bilir, nə qədər yükü var. Amma bunu çağırmaq lazımdır. Xanım, siz aşıqlardan kiməsə qulaq asırsınız? Məsələn, onu belə kimə qulaq asırsınız? İndi. Çox, məsəl üçün, Fəza ilə qulaq asıram, Raminin özünə qulaq asıram. Ondan sonra yaxşı aşıqlarımızı Neymət Qasımlı var, ondan sonra Namik var, ondan sonra... Yox, qulaq asırsan, ona bilir yolları. Əlbəttə yaxşı bir... Mən şəxsən Fəzailində, Ramin indi məsələn, Fəzail sola ifasında, Ramin aşıqdır da. Amma mən Fəzailin elə bir, bax o günləri biz Aytəkini buradan salamlayıram, onun verilişində bir dənə ruhani çaldı. Mən dəhşətli, aşıq ədalət, dəli dağlı, heç o yazı yadıma düşmür. O qədər gözəl ifa eləyirlər ki, adam valla Samir deyirsən ki, mən belə ətimdən də ət kəssələr heç xəbərim olmaz. Niyə? Yaxşı aşıqlarımız var. Ədalət, dəli dağlının özün valla o qədər gözəl ifa eləyir ki, adam da bilmirsən ki, nə bilim, hardasan, dağlara gedib gəlirsən. Tamam, danışacaq, aşıq Teymurla vermişsən baş-başa, özü də şəfa təzə dost tapırsan deyirsən. Teymur, gör neyinirsən, bunu apar o restorana. Belə pulov olar, ay Allah. Bu xüsusidir, baxın, kim çəkir, Emin. Bax, görürsünüz, altında kartofu, əti, sadə, gözəl. Yeyin getsin, burada qoymuşam. Da çörək vermirik ki, kökələrsiz. Şahin, sənin zövqünü yoxlamaq istəyirəm ümumiyyətcə. Tele xanım, pomidor xiyar da buradadır.
Qurban, Şahinin zövqün yoxlayaq. Şahin, amma düp belə düzün denən. Bax, diqqət kameralar olsun şeyə, Şahinə. Çünki ardınca bir ifa olacaq. Şahin, sən beynimdə bir 10 aşıq var, 10 aşıq. Bax, bugün gəncsən, Telli xanımgil artıq biz elə belə çıxmasın o aşıq pəri incilərindən sözlərin deyə gəlirlər. Bugün, məsəl üçün, Şahin üçün efirdə olan olmayan bir neçə isimlər var, onları deyəcəm. Görüm, bunlardan kimi bəyənir, kim yerindədir, kim yerində deyil. Şahin, amma yəni o hətərəm məsələsi var. Konkret. O bizə aiddir. Konkret denəndə, yəni ikili bilirəm hamısı ilə çörək kəsimsən dostum, amma burada söhbət Sən də başladın elə. Yox, sənətdən gedir. Samir, sən də başladın elə. Yox, bir test eləyək. Elə yanındadır, biri sağındadır, biri solundadır. Telli Borçalı yoxsa Aşıq Ramin? Telli Borçalı, Aşıq Ramin nə? Yəni hansı daha yerindədir də, hansı daha güclü aşıqdır? Valla Amma düzgün. hər ikisi güclü aşıqdır. Qardaş, ikisindən birini denən. Telli Borçalı yoxsa Aşıq Ramin? Telli Bax, yanında da Telli- çörək kəsirsin. Telli Borçalı. Bunları birbaşa süfrədə. Telli Borçalı, Telli Borçalı. Tamam. Telli Borçalı yoxsa Aşıq Kəmalə? Kəmalə xanım salamlayırıq, hörmətimiz var, amma Telli Borçalı. Telli Borçalı. Tamam, Kəmalə də getdi. Telli Borçalı yoxsa Aşıq Zülfiyə? Zülfiyə xanımı da salamlayıram. Hörmətim var, Telli Borçalı. Telli Borçalı, Zülfiyə də getdi. Telli Borçalı yoxsa Fəzail Miskinli? Fəzail müəllim də ustadımızdır. Buradan salamlayıram. Allah var eləsin. Telli Borçalı. Telli Borçalı. Telli Borçalı yoxsa Aşıq Ədalət Dəli Dağlı? Yaman yerdə axşamladıq. Ədalət Dəldağlı bizim böyük ustadımızdır. Türk dünyasının böyük ustadıdır. Telli xanım da bayaq qeyd elədi ki, Şahin bilir mənim yükümü. Bəli, mən bilirəm Telli xanımın yükünü. Telli xanım klassikanı həqiqətən çox gözəl bilir, dərin bilir. Telli xanım mənim ürəyimdir, Ədalət Dəldağlı. Ədalət Dəli Dağlı. Aha. Yaxşı, Ədalət Dəli Dağlı yoxsa Aşıq Namiq? Aşıq Namiqi salamlayıram. Üstündə də haqqı, onun da haqqı var Bəli, sənin bəli, üstündə. bəli. Aşıq Namiq salamlayıram. Amma mən verilişlərin birində izləmişdim Xətrimdə Şahin. çox istəyirəm. Səhv eləmirəmsə həmkarımız Nani xanımın proqramında orada mən səninlə ilk tanış olanda girdim YouTube kanalından müəyyən proqramları izlədim. Gördüm ki, orada məsəl üçün bir proqram var idi. Deyəsən sən də o proqramdaydın, Aşıq Şəhriyar da o proqramdaydı. Hətta orada aparıcı sual verir ki, məsəl üçün nəsə sənin ifanla bağlı. Ədalət müəllim elə bil səni qoyur bir kənarda başqa məsələn Aşıqdan danışır. Söhbət Şəhriyardan gedir. Elə bil ki, o sual qalır havada. Yenə də diqqətli ol. Yəni özüm baxmışam, özüm izləmişəm. Mən söhbət sənətdən gedir. Hə. Sənətdən gedir söhbət. Ədalət Dəldağlının sənəti danılmazdır həqiqətən. Allah var eləsin. Kim nə eləyir, özünü eləyir də belə deyək. Tamam. Aşıq Namiq dedi, Salamlayırıq salamlayıram. bu arada Ədalət müəllimi də. Aşıq Namiqi, hörmətim var. Xətrini çox istəyirəm. Ədalət Dəldağlı. Ədalət Dəli Dağlı. Tamam, Namiq məndə getdi. Yəqin ki, bunları da seçim eləməyəcəksən. İki xanım Aşıq. Düzdür, biri o qədər də çox belə populyar deyil. Aşıq Rəfiqə Göyçəli. Necə aşıqdır ümumiyyətcə? Yaxşı. Yaxşı aşıqdır. Bəli, Yaxşı aşıqdır. bəli, bəli. Rəfiqə çox yaxşı aşıqdır. Özdə yaxşı zilxan səsi var. Sırf o deyirik aşıq. Sırf aşıq elə. Bilirsən nətər onun elə səsi var. Rəfiqə yaxşı. Bəli. Göyçə aşıqlıq sənətini o davam elətdirir. Yəni
Həqiqətən Rəfiqə xanım özü də yaxşı insandır, sənəti də çox gözəl. Tamam. Ədalət müəllim yoxsa Rəfiqə xanım? Rəfiqə xanım salamlayıram, hörmətimiz var. Gözəl aşıqdır, Ədalət Dəldağlı. Ədalət Dəli Dağlı. Bəs aşıqların içində bir xanım da qaldı, onu da deyək. Lətifə Çeşməli. Yoxsa Lətifə xanım aşıqdır? Bəli. Aşıqdır. Lətifə Yoxsa xanım. ifaçıdır? Yox, aşıq. Aşıqdır. Bəli. Lətifə Amma xanım. Kəmalə xanım keçən dəfə dedi ifaçıdır, aşıq deyil. Yox, yaradıcı aşıqdır. Yaradıcı. Bax, Lətifə xanım çox yaxşı aşıqdır, Zilxan da oxuyanda. Hətta Lətifə xanım şeirlər də yazır, özü şeirlər də Ha, iki yazır. kitabı çıxır. Məsələdir, bəli, bəli. Aha, görürsən, haqq ədalət başqa şeydir. Görürsünüz xanımın o xanım tərəf deyirlər bəzən xanımın yanında olmur. Həqiqətən münasibət olmasa da, münasibətlər əladır. Münasibətlər olmasa da söhbət sənətdən Yaxşı. gedirsə, hə? Həm də Samir yaxşı insandır. Hə, orada nəsə var? Hə, yenə sonda Lətifə xanımı salamlayırıq, çox istəyirik. Amma Ədalət Dəldağlı. Ədalət Dəli Mən Dağlı. Samir bəy, bir söz demək istəyirəm. Mən keçən dəfə İbrahim bəyin verilişində də dedim. 2011-ci ildə bizim 21 əsr solo saz müsahibəsi oldu Lider TV-də. Telli xanım orada müsiflər heyəti idi. Keçən dəfə verilişdə də dedim. Telli xanımın dəstəyi mən ondan. Mənim özümə şəxsən deyib, bəli. Şahin də çörək itirənlərdən Bəli, deyil. Telli xanım həqiqətən... Biraz elə bil itirdi. Yox, əstəğfurullah, yox. Ramil, sənə bir sual verim. Madam ki, bugün Azərbaycan aşıq sənətini, ümumiyyətlə o klassik sənətimizi tərənnüm edən ifaçılardansan, özün müəllimsən. Amma həqiqətən stoldakı yeməyə, içməyə, çörəyə baxmada ki, burada çörək kəsirik, sözün düzün demək başqadır. Bax, bu qədər adamların adını çəkdim. Sən də daxil olmaqla buradaydın. Şahin dedi ki, aşıq ədalət. Sonunda belə qərara gəldi. Onun individual fikridir. Mən ola bilər, məsələn, deyirəm ki, mən falan kəsə qulaq asmıram, mən Tellini daha çox istəyirəm, Telliyə qulaq asıram. Şahin düzmü seçim elədi, yoxsa sən olsaydın kimi seçərdin, bax bu onluqdan. Amma düzün denən. Samir bəy, qoy mən olarım onu bir belə Hə. geniş izah edeyim. Bir dəfə bizim böyük şairimizi buradan salamlayıram. Azərbaycanın xalq şairi, Şöhrət Ordenli, canlı kalfiyemiz deyirəm mən kişiyə, dahi sənətkarımızdır, Nəriman Həsənzadə. Bir dəfə bir məclisdə ona sual verdilər ki, adını da çəkməyəcəm, filan şairimi güclüdür, filan şairimi. Dedi, bax, bu dedi sualının özü nöqsanlıdır. Ümumiyyətlə, iki sənətkarı bir-biri ilə üz-üzə qoymaq yaxşı iş deyil. İndi burada hamısı da dostlarımızdır, hamısı da gözəl sənətkarlardır. Hərəsinin öz gözəlliyi var. Aşıq sənəti Təbii, orasını başa bilirsiniz ki, düşürəm. öz kateqoriyaları var. Orasını başa düşürəm. Yox, üzr istəyirəm. qoy- Sən olsaydın burada kimi seçərdin? Deyim də, mən onu gətirirəm. Var instrumental çalğı, var vokalist, var dastançılıq. Yəni aşıq sənəti sinkretik sənətdir. Aşıq sənətində o qədər amillər birləşib ki, o amillərə cavab verən aşıq kimi söhbət gedirsə də, məsələn, Ədalətlə salamlayıram, həqiqətən də gözəl sənətkardır və sazına da belə deyib, sevə-sevə qulaq asdığım sənətkardır. Amma aşıqlıqdan gedirsə, Ədalətin özü də burada olsa onu deyərdi. Telli xanım klassik havalar bilirsiniz necə gözəl oxuyur. İndi siz bugün burada Xoşum şərait gəldi səndən. yaradın. Yəni bax, fərqli cavab, yəni burada üzgörənlik, filan, Yox, beşməkan, heç nə. Fərqli cavab, qardaş deyir ki, mən hər hansı bir zövqü var da, mən aşı sevirəm. Məsəl üçün, pomidoru sevmirəm. Mən kim məcbur eləyə bilər ki, sən filan kəsi sevmirsən və ya mən bir sevməməsən. söz deyim, üzr istəyirəm. Mən o jüridə oturanda, bax məsəl üçün, orada elə adam başqa bir jüridə də oturmuşdu. Qulağım Onda səndədir. Şaiq İncəli, buradan salamlayırıq. Ağlındasa. Şaiq İncəli. Aşıqdır, Sənə- yoxsa Bəli, şairdir? aşıqdır, bəli, aşıq. Çox gözəl. O müsabiqədə o da oradaydı. Amma mən ona həmişə yüksək qiymət verirdim. Bəzən, bax, məsəl üçün, oradan Borçalıda da var idi. Raminin tələbələri də var idi orada. Bəzən deyirdilər ki, niyə sən məsələn filan kəs Borçalıdır, niyə ona o qiyməti verdin? Məsəl üçün Şaiq Qazaxlıdır da, niyə o qiyməti ona? Şaiq də birinci oldu. Mən deyirdim ki, əzizim,
Söhbət yox, o çəkici bir yerə döymək lazımdır. Burada seçkinlik qoymamalıyıq. Bu Borçalıdır, bu Qazaxlıdır, bu Göyçəlidir. Şirvanlıdır, Qardaş, fərqi yox. bəli, fərqi yoxdur. Şirvan öpürəm, bütün Şirvanlıları da salamlayıram. Yəni çəkici bir yerə döymək lazımdır. Bu nə dəxli var? Bu Borçalıdır, bu Şirvanlıdır, bu Göyçəlidir. Qardaş, hamısı aşıqdır da. sənət meyarı. Mən də sənətə qiymət verirdim sədə. Mənim üçün ora gələn aşıqların hamısı da məsələn Şaiq o qədər bilirsən nətər idi. O mahnıları o qədər biraz da bizim yolda, yəni ki Qazax Borçalı ilə eyni yoldur da. O qədər gözəl oxuyurdu. Liboy havanı qəşəng oxuyurdu deyə hamısı çətin havaları, həm də avazı şirin idi. Mən həqiqətə qiymət vermişəm. Qurban olum, nə olar? Qurban olaram. Bütün elimiz obamıza Şəxsiyyətə qurban yox, olum. sənətə qiymət vermişəm. Amma mən seçkinlik qoymamışam. Ola bilər. Başqa bir müsabiqədə də Borçalı məsəl üçün birinci oldu. Qabil Faxralı. O da Faxralı idi. O söhbət ondan getmir Samir. Mən onu seçkinlik eləyə bilmərəm. Bu Borçalıdır, pisdoqsa mən buna yaxşı deyim. Elə şey yoxdur. Mənim bu xarakterimdə yoxdur Samir. Tamam, Tırlı xanım ifamızı təqdim edirik. Saza ehtiyac var yoxsa? Ola bilər. Hansıdır? Bircə saniyə qurban gözlə. Budur. Ona görə bahalıdır. Bu. Bu yenə qəşəng sazdır. Bu kimindir? Bu mənimdir. Yox, o birisi. O ağ bəzəkli. Raminin sazıdır. Hərifli. Teşekkür edirik Telli xanım. Əziz tamaşaçılar, bugün düzdür,
Şahini dəvət elədim bu günləri proqrama. Telli xanım dedi, yox, mən borçallarla gələcəm. Qirayətçi Ulduzxan, Aşıq Ramin, çox da gözəl təklif eləmişsiniz. Bugün əslində Şahini yola salıram, getsin. Şahin bir şeir də sonra get. Sənin sazın hansı idi? Qara. Bu? Hə, yaxşı. Deyirəm, Şahin bir şeir desin. Mənim xoşladığım bir şeir var. Hə, elə gəl burada deyirəm, Şahin. Gəl bura. Hə, orada deyirsən dinən, yaxşı. Mikrofona görə deyirdim. Hə, var, üstündə mikrofon var. Bir şeir desin, çünki Şahin qardaşımız digər qonşu kanallarımızda, mənim həmkarım bu arada, onu da ötürəm, bağrıma basıram. Elgizin proqramında qonaqda, ona görə söz gedəcək. Telli şeirə bax, ha. Yox, o Şahin birini desin, ondan sonra siz bunu yola salaq, geçsin, yol üstündədir, o birisi efirədə gecikməsin. Xatan vardan ha. O sevdalı çağlar yadındadırmı? Bir mən igidiydim, bir də sən gözəl. Dünyada mənə tay dəli yox idi dünyada sənə tən gözəl. Və heç deməsənmi hardadır görən? Fəy saçlarına nərgizlər hörən, sən idin onlara yaraşıq verən, nə çiçək gözəldir, nə çəmən gözəl. Sevgi bir yol gələr adama haqdan, elə aşıqınəm sənin o vaxtdan. Gözümə ağ gəlib yola baxmaqdan, ürəyə xal düşüb, saçadan gözəl. Mən ömür sürmədim, vaxtı uzatdım. Sənsizlik adıyla başımı qatdım. Göynüyə 30'a çatdım. Gülə öləm, öl desən gözəl. Gör mən nə saymışam. Gör mən nə saymışam, fələh nə sayıb. Dönüb sənə baxmaq sayılar ayıb. Aradan 40 igid ömrü adlayıb, mən həmən dəliyəm, sən həmən gözəl. Mən həmən dəliyəm, sən həmən gözəl. Sənə əziz dostum, gəl Şahin. Gəl, səni yola salaq, get, bilirəm başqa. Əslində istəyərdim ki, verilişimizin sonuna qədər burada olsun. Amma başqa efirdədir, istəmirəm ki, aparıcımızın gözü yolda qalsın. Düzdür? Gözü yolda qoyma məni, gözlərində gözüm qalıb. Can, Şahin, təşəkkür edirəm. Sağ olun, var olasınız. Təşəkkür edirik. Biz belə eləyək, Qurban. Ramin Qarayevin, bizim dəyərli aşığımızın ifasını təqdim elə. Çünki istəyirəm birazdan sonra da qardaşdan bir şeir eşidək. Ramin, sazını götür, əzizim. Sazını götür.
oxuyur. Səni görüb qəfəsdə quş oxuyur. Quş könlümdür sinəmdir qəfəs belə. Quş könlümdür sinəmdir qəfəs belə. Quş könlümdür sinəmdir qəfəs belə. Bu dünyanın qışı qışdı ay ay. Bu dünyanın qışı qışdı ay ay. Bu aylar bu günlər say hasay. Aramızı yaş kəsibdi ay haray. Aramızı yaş kəsibdi ay haray. Ha çağırsam çatan deyil səs belə. Ha çağırsam çatan deyil səs belə. Ha çağırsam çatan deyil səs belə. Sağ ol, Əllərin Aram. dərd görməsin qardaş, nə gözəl. Lan oradan bir dıngıltı ilə Ulduzxan da bir şeir versin. Mikrofonu da Ha? Baş üstəliyə qoy. Hə, şu. Samir bəy deyim ki, Ulduzxan həqiqətən də elimizdə, ovamızda, şənliklərdə, tədbirlərdə, hətta konsertlərdə çox gözəl, yaxşı, özünə məxsus, belə deyək ki, diksiyası ilə, o nartlığı ilə, o şeiri yaxşı qiraət eləməyi ilə özünə məxsus yer tutubdur. Yəni dostumuzdur, qardaşımız deyə demirəm. Bunu şahid Baltelli xanım olmuşam. dedi, təklif elədi, dedim nə gözəl. Siz də sağ olun ki, bax belə deyək də, Ulduzxan həqiqətən də o Telli xanım dediklərinə layiqdir. Onu dedim, təklif elədim. Buradan Ramiz Ramiz Milyon deyirdim. Ramiz müəllimi salamlayıram, o gözəl insanı, gözəl şəxsiyyəti. Allah var eləsin sizləri Ramiz müəllim. Çox böyük hörmətim var mənim Ramiz müəllimə. Bilirsən nətəri insanlığını çox istəmişəm onun. Həqiqətən gözəl insandır. Allah ona uzun ömür, can sağlığı versin. Dedim, sən də dedin Samir, çox sağ ol. Dedin ki, hə Telli, problem yoxdur, gəlsin. Yəni mən pis adam demərəm, Samir. Onu bil ki, heç vaxt pis nəyisə təklif eləmərəm. Təşəkkürümü bildirirəm Ramiz müəllimə və Dünya TV-yə və sənin bu gözəl verilişinə Samir. Onu da deyim ki, bütün verilişlərin içində ən baxımlısan da. Çünki hara gedirsən elə deyirlər ki, Samirin verilişində filan şey olmuşdu. Samirin verilişində Gürcüstanda da səni çox sevirlər. Bax bayaqları Ulduzxan göstərdi. Gürcüstandan çəkib atıblar bizi belə. Hə, atıbları salamlayır. Hardan atıblar onu deyim. Bizim elə Ağaməhdi Var üstünə mikrofon. Ağaməhdidən salamlayıblar. Bütün elimizə, obamıza salamlayırıq. eşq olsun. Çox sağ Efe qarşısına olsunlar. əyləşən tamaşaçılarımızı da salamlayırıq bir daha. Bir gəlsin qardaş. Belə dəyərli ustadlarla məni dəvət eləmişsiniz. Sağ olun. Telli xanım təşəkkür edirəm. Allah var eləsin. Ramin qardaşım da ustad sənətkardır. Gənc ustadlaşan sənətkarlardan biridir. Var olasın. Gözümün nurudur. Ruhun qidası. Pak namus arın qadasını alım. Əhdimə andıma minbəzəh vuran vəfalı dostların qadasını alım. Qeyrətli düşməndən gözləmə kələk, mərd evində halal olur duz çörək. Qürbət cənnət olsa nəyimə gərək, bu ana diyarın qadasını alım. Sərraf şuriyəyəm, xoş niyyətim var, dostluğa uyuşan xasiyyətim var. Naşi sənətkara min töhmətim var, yaxşı sənətkarın qadasını alım. Yaxşı sənətkarların qadasını alım, yaxşı dostların qadasını alım. Qadasını alım dedin, birini də mən deyim Ulduzxan. Elinin, yurdunun dərdi qəminə, ürəkdən yananın qadasını alım. Var ol.
Cəfası, vəfası vüsal dəminən can verən cananın qadasını alım. Ata nəsiyyəti, ana hörməti, qardaş etibarı, bacı isməti. Ay Samir, elə sədaqəti, ayda, dosta hörməti, gözləyən insanın qadasını alım. Əzaflı, məna var dünya zərində, mənalar eşqi ilə üzdün dərində, yaxşısı yerində, pisi yerində. Bax belə həqiqət qananın ağa, qadasını alım, qadasını alım, de gəlsin. Ay gözəlim. Ay gözəlim, bu gözlərin elə bir nəm çəkibdir. Az Allah Taala qaşlarına bir qara qələm çəkibdir. Xoş arzusan, xoş diləksən, üzü gülsən, tər çiçəksən, göylərdən enən mələksən, surətini kim çəkibdir? Yaradanım sana kömək, səndən ötürü qalmışam tək. Heç kim bilmir axı indiyədək, dərdini Rüstəm çəkibdir, dərdini Bulduzxan çəkibdir. Məni sev deyirsən, mən səni sevə bilmərəm. Məndən sevgi istəyirsən, mən səni sevə bilmərəm. Sən halisənmi sevgidən? Sevgi salıb saçıma dən. Vallah qorxuram sevməkdən. Mən səni sevə bilmərəm. Çəmən döyliyə çiçək dərəm. Xalı döyli yerə sərəm. Ön yıxılmasın, alıma döyli, bax belə, bazardan alıb verəm. Mən səni sevə bilmərəm. Cığatelin yox ədası, bax bu qızın yox ədası, göylərdən gəlir sədası. İncimə məndən qadası, Ulduzxan. Mən səni sevə bilmərəm. Sevsən nə olacaq ki? Gəl mənim ömrümün şirin dünyası. Vay. Məhəbbət adlanan pirin dünyası, Fərhad əfsanəsi, şirin dünyası. Qalam uçurum, qayam çapım, mən sənin qəlbinə necə yol tapım. Ömrüm sənə sarı düşən güzardır. Əvvəli beşikdir, sonu məzardır. Ay Allah, bu azar nə xoş azardır. Örtülü dəftərim, bağlı kitabım, mən sənin qəlbinə necə yol tapım. Gündüzlər yol üstə qurutdun məni, gecələr şam kimi əritdin məni, gözlədə çürütdün məni. Çatarmı keçməyə dözümüm, tabım, mən sənin qəlbinə necə yol tapım. Səhər şəfəqimsən, dan işığımsan, səhər şəfəqimsən, dan işığımsan, ən şirin ləhcəmsən, danışığımsan, bütün suallara sənsən cavabım, mən sənin qəlbinə necə yol tapım. Mənim ilk sevincim, son izdirabım, mən sənin qəlbinə necə yol tapım. Mən sənin qəlbinə necə yol tapım. Bir göyüm dağ dağı, daş daşı sevdi. Tanrı naxış vurub nəqqaşı sevdi. Göz gözə boylandı, qaş qaşı sevdi. Biz niyə sevməyək bir-birimizi? Çəmənlər torpağa xalı çəkirsə, torpaq da yaşılı alı çəkirsə, arı gül çiçəkdən balı çəkirsə, biz niyə sevməyək bir-birimizi? Yağış gözəllərin yuyur üzünü, damcı pıçıltıyla deyir sözünü, şəlalət qayadan atır özünü, tufan dağı sevir, dalğa dənizi, biz niyə sevməyək bir-birimizi? Çöldə çiçək oldum, çəməndə naxış, şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz gördüm, nurlu bir işıq. Çevrildim çeşməyə, qarışdım çaya, səni sevmək üçün gəldim dünyaya. Bax, mən 1000 il əvvəl də gələ bilərdim.
1000 ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım, vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya, səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səndən səs aldım. Şaqraq gülüşündən güc həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım. Allah muştuluq verdilər günəşə, aya. Səni sevmək üçün gəldim dünyaya. Neçə dinsizləri dinə gətirdim. Qorudum sümbülü dənə gətirdim. Könlümdə nə varsa sənə gətirdim. Mənim yollarımı kəsə bilmədi nə sərhəd, nə dəmir, nə daş, nə qaya. Bax, səni sevmək üçün gəldim dünyaya. Duxun varsa birindədir. Heç soruşmadım. Gələndə yaşımı heç soruşmadı, baxmadı zamana, yaşa bu sevgi. Birdən bir dəlisov oğlana döndü, tutdu pəncərəmi daşa bu sevgi. Dedilər, yol axtar qız ürəyinə. Süzül, süzül damla damla, ax ürəyinə. Od qoydum, yanmışım buz ürəyinə, qorxuram dünyanı aşa bu sevgi. O səslər hələ də qulağımdadır. Baharın həsrəti yanağındadır. Hələ ki faizin sınağındadır. Görək çatacaq mı qışa bu sevgi? Çatar inşallah. Dediyin hər kəlməni doğru sanıb inandım. Bu da Pərvanədəndir. Adımla başladı hər söhbətim, hər andım. İçirdiyin zəhəri sanki beçə bal sandım. Bənzətdim hər sözünü şəkərə mən, qəndə mən. Nə görmüşəm səndə mən. Bəzən darda çətində sən mənə həmdəm oldun. Ömrümün yollarında gah duman, gah çən oldun. Bu çarəsiz sevdaya məni salan sən oldun. Elə o vaxtdan düşdüm atdığın kəməndə mən. Nə görmüşəm səndə mən. Gəl günah axtarmayaq ötüb keçən illərdə. Zaman izin buraxıb ağartdığı tellərdə. İndi azıb qalmışam bu kimsəsiz çöllərdə. İşığı görünməyən dumanda mən, çəndə mən. Nə görmüşəm səndə mən. Ömür xatirəyə dönər ya dönməz. İllərin izi var xatirələrdə. Ay Samir, keçən əyyamların, ötən günlərin dadı var, duzu var xatirələrdə. Öldüm bir dodağı bal qızdan ötürü. Ölmədi mənim tək yal qızdan ötürü. Durur o çiçəkli yal qızdan ötürü. Bir mələr quzu var xatirələrdə. Öldürür atanı, alır ananı. Qutarmaq istəmir çayda batanı. Taxtın çevriləli, baxdın yatalı. Vaxtın sərt üzü var xatirələrdə. Xəyala gələnlər nə dadlı gəlir. Xəyala gələnlər qanadlı gəlir. Baxıram arxadan bir atlı gəlir. İllərin izi var xatirələrdə. Bu odlar yurdunun od əmən oğlu. Pərvanə yanğısı çöl çəmən oğlu. Ay Samir, bir torpaq dəlisi, bir vətən oğlu. Zəlimxan özü var xatirələrdə. Çox təşəkkür ederim. Zəlimxan özü var xatirələrdə. Çox təşəkkür edirik və əziz tamaşaçılarımız ilə bu sazlı sözdü proqramımızda, gözəl evimizdə, eşiyimizdə hal-hazırda sponsorlarımızla bağlı şifahi məlumatımızın vaxtıdır. Amma sizə bir qısa məlumat verim. Deməli, sponsorlarımız sırasında cərrah mama ginekoloq Yeganə xanım Əliyeva var. Sonsuzluqdan əziyyət çəkirsinizsə, bugünə qədər övlad dünyaya gətirə bilməmsinizsə, ümumiyyətlə çox ailələr məhz övlad problemi ilə bağlı ailələri dağılır. Amma bilin ki, Yeganə xanım Əliyeva müasir tibb texnologiyası ilə, təbii müalicə ilə sizi
o həsrətdən azad eləyəcək, övlad sahibi olacaqsınızsa, düşünməyin ki, mən sonsuzam, mənim övladım olmur. Bilin ki, bunun müalicəsi var. Bu müalicəni də edən mama ginekoloq cərrah Yeganə xanım Əliyevadır. Telefon nömrəsində görürsünüz. İzləyək, şifahi məlumatımız davam eləyəcək. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkür bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər.
Buradan salamlar olsun qaynanalara. Allah. Gəlinlərə də deyək ki, qaynanaların qədrini bilsinlər, hə Telli xanım? Yaxşı baxın arxaya Ramin sizin. yemirsən. Ramin həyat yoldaşı yazıb ki, Ramin reklamlarda yersin. Gör nə tər çox istəyir buna. Salamlayırıq buradan bacımızı. Mərziyə xanım o da çox gözəl Samir plov bişirir. Doğrudan. Çox gözəl yemişəm mən Ramingildə. yeməmişəm. Həqiq güdərik yarıq nə var ki İnşallah. burada nə problem var? Salamlayırıq Mərziyə xanım buradan. Ramin burada yaşayırsınız da siz? Ramin həm də Qafqaz Universitetində, Xəzər Universitetində müəllimdir. Adam, indi hamıya müəllim deyirlər, amma adamın adı üstündədir də, müəllimdir adam. Pedaqoqdur o, pedaqoji fəaliyyətlə məşğuldur. İndi vallahi yolla keçənə də müəllim deyirlər. Mən demirəm, toyda inanırsınız, hamıya bəy, xanım deyə müraciət edirəm. Deyirəm, amma müəllim, o ad başqadır axı. Müəllim adın, yəni hamıya düz demirəm, amma Ulduzxan. Məsələn, deyirəm ki, Ulduzxan bəy, zəhmət olmasa gəlin. Toydur da, indi idarə edin. Ramin bəy, zəhmət olmasa gəlin, ola bilər indi xeyir dua vermək üçün təbrik. Yoxsa falan kəs müəllim. Adam hamıya müəllim. Müəllim adını o qədər ucuzlaşdırmaq olmaz. Müəllim adı ali bir addır. Həqiqətən. İndi hərənin bir peşəsi var da, mən durum müəllimə də müəllim deyim. Adıma da müəllim deyim. Yəni həqiqətən ayıbdır. Deyir, qardaş, müəllim demə, vətəndaş çağır. Hər yetənə müəllim demə. Həqiqətən elədir. Mən yeri gəlmişkən Samir bəy deyim ki, buradan elə Xəzər Universitetinin təsisi, Ağsaqqallar və Qayımlar Şurasının sədri hörmətli Hamlet müəllim başda olmaqla bütün Xəzər Universitetinin müəllimlərini, bütün işçilərini və sevimli tələbələrimi buradan salamlayıram. Allah var eləsin, həqiqətən də əlbəttə o müəllimlik, pedaqoji fəaliyyət mənim üçün çox önəmlidir. Bəli, çox önəmlidir. Bu arada Telli xanım, siz mənim bir xalamgildə olmusan da, Buzovnada. Bəli. Hə, o xalamgildə Buzovnada olmusan. İndi o birisi xalam yazıb mənə ki, ürəyin nə vaxt istəyir, Telli xanımın bir gəlin sizin deyir, Ayda xalam. Onlar da sabunçudan bizə baxırlar. Salamlayırıq. Olur Övşəndən bir yerdə. Deyir, hava gəlirsiniz, xalan bir aş dəmləsin. İnşallah xala gələcəm. Ayda xalam da salamlayıram. Biz belə eləyək, qurban. Aşıq Raminin ifası ilə reklamlara ayrılaq. Reklamlardan sonra artıq siz heç biriniz burada olmayacaqsınız, təəssüf ki. Telli xanım gilində işləri var, ora gedirlər. Sənə çox təşəkkür edirəm Telli xanım. Ulduz xanım sənə təşəkkür edirəm. Ramin sənə təşəkkür edirəm, əzizim. Var olun. Çox sevindim bugün burada görmək. Mən bilirəm ki, Telli xanım hər efirə getmir. Bu aralarda ümumiyyətcə deyil, istirayət edirəm, səhərlər yatıram. Amma dəvətimizi qəbul edin. Mənim əziz bacım, dostum, illərimin dostu Telli xanıma təşəkkür edirəm hamınıza. Ramin, dur sazı götür qardaş. Sənin ifanla biz birbaşa reklam blokuna ayrılırıq. Reklamlardan sonra əziz tamaşaçılarımız, artıq qonaqlarımız burada olmayacaqlar. Qurban, buyur əzizim. Demə kəndin son sənəldidir, demə kəndin son sənəldidir.
Həqiqətən imkan vermirlər ki, bir rahat yeyim, bu cür gözəl plov gəlibdi. Bu nə plovdur? Yağ gətir. Yağsız zasız plovu gətirib qoymuşsan. Can, Allah hər kəsin süfrəsini ruzi bərəkət eləsin. Qonaqlarımız getdi bu arada. Aşıq Şahin Qazaxlı, Telli Borçalı, Ramin Qarayev, o cümlədən Ulduzxan. Bugün gəldilər evimə. Yedilər, getdilər. Biz də gedirik. Sabah eyni saatda, eyni vaxtda görüşünüzə gələcəm. Özünüzə yaxşı baxın.